Salam, hər vaxtınız xeyir. Bugün biz sizlərlə dəyər kurslarının 11-ci siniflər üçün keçirdiyi növbəti blok sınaq imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. Birinci sualımız belədir. G hərfinin ifadə etdiyi səsləri ardıcıllıqla müəyyən edin. Birinci sözümüz məqsəd. Məqsəd sözü tələffüzə K şəklində tələffüz olunur. Deməli, birinci K. 4. Üçbucaqlı sözü tələffüzdə üçbucaqlı şəklində tələffüz olunur. 1. Miqyas sözündə q olduğu kimi qalır. Bucaq ölçən sözündə isə q özündən sonra say səs gəldiyinə görə q kimi tələffüz olunur. 4, 1, 2, 3. Doğru cavabımız E variantı. İkinci sual. Hansı sifətlər adi dərəcədədir? Bumbuz, buz bilirik ki, isim olduğu üçün bu adi dərəcədə hesab olunur. Savad isimdir, ona görə də kəm sözü artırılsa da bu adi dərəcə hesab olunur. Xırda sifətdir, ən xırda çoxaltma dərəcəsidir. Yaşıl, yamyaşıl çoxaltma dərəcəsidir. Şirin, kəm şirin azaltma dərəcəsidir. Dil isim olduğu üçün acı dil adi dərəcədə olan sifətdir. Doğru cavabımız 1, 2, 6. A variantı. Üçüncü sualımız. Elə Vahid də çətinliyə düşəndən sonra bizi axtarmağa başlamışdı cümləsində fərqləndirilmiş sözlər üçün ortaq fikir sayıla bilməz. Burada fərqləndirilmiş sözlər elə ədatı, Vahid də bağlayıcısı, düşəndən sonra isə qoşmadır. Ədat, bağlayıcı, qoşma. A. Köməkçi nitq səsliləridir. Bəli, hər üçü köməkçi nitq səslidir. Bizə deyir ki, ortaq fikir sayıla bilməz. Omonimlik xüsusiyyətləri var, düzdür. Elənin işarə əvəzi ilə omonimliyi var. Də bağlayıcısının ədatının omonimliyi var. Sonrandakı zərfinin omonimliyi var. C variantı. Aylıqda suala cavab vermir. Hər üçü köməkçi nitq səsi olduğu üçün bunların hər üçü heç biri suala cavab vermir. Cümlədə sinonimləri ilə əvəz oluna bilir. Bu yanlış fikirdir. Sinonimləri ilə hamısı əvəz oluna bilmir. Qrammatik mənaya malikdir. Köməkçi nitq səsi olduğu üçün qrammatik mənaya bağlıdır. Malikdir. Ona görə də 3-də doğru cavabımız D. Dördüncü sual. Fərqləndirilmiş hissələrdən hansının tərkibində 2 leksik şəkilçi işlənmişdir? Burada lar hissələri fərqləndirilib. Qoruqçular 2 dəfə Ağamusanı oğurlayıb öldürməklə hədələmişlər. Hədələmişlər. Lər burada cəm şəkilçidir. İkinci dəfə faytona, lar ilə yəni olduğu kimidir. 2 şəkilçi yoxdur. Birinci dəfə faytona basaraq gözlərini bağlayıb aradan çıxardılar. Çıxmaq, çıxarmaq, çıxardırlar. Çıxardırlardakı yenə birinci variantda olduğu kimidir. Bir şəkilçi var burada. Gizli mənzilə gətirib 10.000 manat tələb edirlər. Edirlər. Yenə eyni şəkilçidir. Böhtan elə zəhərli bir oxdur ki, hədəfini deyil, atanı zədələr. Burada zədə sözün kökü, zədələ, leksik, zədələyər, burada ar qeyri-qəti gələcək zaman şəkilçisidir. Deməli, zədələr sözündə lə leksik, ar qeyri-qəti gələcək zaman şəkilçisi 2 şəkilçi var. Ona görə doğru cavabımız D variantıdır. Gəlin Y variantına da baxaq. Baba faytonçu ilə hesaba çürüdüb, gəldi içəri. Onu da qatdılar mənə. Qatdı, qat sözün kökü, qatdı, zaman, lar yenə eyni şəkilçidir. Ona görə larda bir şəkilçi var. 4-də doğru cavabımız D variantı. 5-ci sualımız. Bütünlüklə sözünün fonetik təhlillə bağlı sxemdəki fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Doğru və yanlış olmaq baxımından. Əvvəlcə bu sözün düzgün tələffüzünü yazaq. Bütünlüklə
şəklində tələffüz olunur. Yazılışla tələffüzü arasında 3 fərqli məqam var. Bütün olduğu kimi qalır. L n-ya çevrilir. K i-yə çevrilir. L yenə lə olur, nən şəklində tələffüz olunur. Bunun yazılışı ilə tələffüz arasında 4 fərqli məqam var. Deməli, 1 yanlışdır. 1-i yazırıq yanlış. Saitlərdən 3-ü də incə və qapalıdır. Saitlərdən 3-ü də. Desək ki, saitlərdən 3-ü, burada 3-ü də deyir. Burada 4 sait var. 1, 2, 3, 4 sait var. Saitlərdən 3-ü qapalıdır, biri incə və açıqdır. 3-ü qapalı, incə, biri açıq, incə. Ona görə bu yanlışdır. 4 hecalıdır. Hecasına sözün yazılı forması üzərinə baxırıq. Bütünlüklə 4 hecalıdır. Bu doğrudur. Sözdə qarşılığı olmayan 3 samit işlənmişdir. Qarşılığı olmayan tələffüzünə baxırıq. 1, 2, 3, 4 samit işlənib. Ona görə bu da yanlışdır. Buna uyğun bizim variantımız yoxdur. Amma C-də yanlış, yanlış, doğru. Ümumiyyətlə buna uyğun bir variant görmədim mən burada. İstəsəz özünüz də yazıb yenidən yoxlaya bilərsiniz. 6-cı suala baxırıq. O həyatının ən maraqlı, yadda qalan günlərini yaşadığı tərəfə, evlərinə doğru baxır. Olub keçənləri xatırladıqca kövrəlirdi cümləsində hansı sözlərdən sonra eyni səbəbə buraxılmış, eyni durğu işarələri yazılmalı idi. Gəlin durğu işarələrini bərpa eləyək. O, şəxs əvəzi ilə ifadə olunmuş mübtədadır. Həyatının ən maraqlı, vergül. Burada da həmcinslər sadalanacaq. Ona görə sadalama intonasiyası olduğuna görə burada vergül qoyulur. Burada mübtədanın vergülüdür. Burada sadalama intonasiyası olduğu üçün ən maraqlı, vergül, ən yadda qalan günlərini yaşadığı tərəfə tre, cümlə özünün əlavəsi, evlərinə doğru baxır. O baxır. Xəbər, olub keçənləri xatırladıqca kövrəlirdi. O kövrəlirdi. O baxır, o kövrəlirdi. Fikir versiniz, maraqlı, ən maraqlı, ən yadda qalan vergül, baxır, bir də kövrəlirdi sözündə. Burada baxır sözündən sonra qoyulmuş vergüllə maraqlı sözündə qoyulmuş vergüllərdə burada sadalamalı olduğu üçün, həmcinslər olduğu üçün vergül qoyulur. Ona görə bir də deməli maraqlı sözündən sonra, bir də baxır sözündən sonra qoyulmuş vergüllər eyni səbəbə buraxılmış durğu işarələridir. 6-da doğru cavabımız C variantı. 7-ci sual. Nümunədə ədəbi dilin hansı norması və ya normaları pozulmuşdur? Qohumlarının bir çoxu etdiyi səhvi ona bağışlamadılar. Burada F, V-la yazılmalı idi. Orfoqrafik səhvə yol verilib, deməli fonetik norma pozulub. Qohumlarının bir çoxu, burada yəlik, mənsubiyyət olduğu üçün söz birləşməsində əsas tərəfə görə burada lar şəkilsi işlənməlidir. Əgər əsas tərəfdəki söz təkdədirsə, burada xəbər təkdə olmalıdır, cəmdədirsə, cəmdə olmalıdır. Amma burada qohumlarının bir çoxu etdiyi səhvi ona bağışlamadılar. Ona görə burada şəkilçidə səhv yazıldığına görə bu qrammatik normanın pozulması sayılır. Deməli, həm fonetik, həm də qrammatik norma pozulub. Doğru cavabımız Y variantı. 8-ci sual. Burada qohumlarının bir çoxu sözündə bir çoxu sizi çaşdıra bilər. Nəyə görə? Bunun əvvəlcə izahını verim. Deməli, bir çox sözü bilirsiniz ki, saydır. Bir sıra bir çox sayından sonra gələn isimlər cəmdə işlənməlidir. Amma bir çoxu burada isimləşib. Artıq say isimləşib. Ona həm də ki, feilə aiddir. Ona görə o biz dediyimiz, saya aid dediyimiz qayda burada yerinə oturmur. 8-ci sual. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Vasitə sinekdir. Müəllim Attiladan, müəllifin sözü, qoşa nöqtə, dialoq şəklində yazıldığına görə aşağısından tre qoyuruq. Oğlum xitab olduğu üçün vergül qoyuruq. Bu şeirin müəllifi kimdir? Vergül, bilirsənmi? Sual. Tre, bu da müəllifin sözü olduğu üçün burada tre qoyulur. Deməli, necə olmalı idi? Qoşa nöqtə, tre, 2 vergül, sual, tre. 8-də doğru cavabımız hansına uyğun gəldi? Qoşa nöqtə 2 tre, 2 vergül, sual, A variantı.
9-cu sual. Qız ayaqqabılarını nöqtələr cümləsində nöqtələrin yerinə hansı söz işlənsə, ilk söz həm obyekt, həm də subyekt olar. İlk söz həm obyekt, həm subyekt olar deyəndə biz burada qayıdış növü nəzərdə tutulur. Ona görə baxırıq feillərin içərisində burada qayıdış növü olan feil B variantındakı geyindi sözüdür. Qız ayaqqabılarını geyindi deyəndə qız həm obyekt, həm də subyekt olur. Çünki işi öz üzərində icra edir. 9-da doğru cavabımız B variantı. 10-cu sual. Silogizmi tamamlayan cümləni seçin. Birinci hüküm. Qeyri-müəyyən təsirlik hallı söz həmişə nə sualına cavab verir? İkinci hüküm. Xəstənin vəziyyəti düzəlmədiyi üçün yenidən həkim çağırdılar cümləsində həkim sözü qeyri-müəyyən təsirlik haldadır. Nəticədə qeyri-müəyyən təsirlik hallı həkim sözü cümlədə nə sualına cavab verir? Elə onun da doğru cavabımız A variantı idi. 11-ci sual. Ya mən göndərməliyəm, ya da sən özün gedib almalısan cümləsinin tərkibində sadə cümlələr arasında əlaqə ilə bağlı hansı fikir düzgündür? Hadisələr eyni anda baş verir. Mən göndərməliyəm, özün gedib almalısan. Bu yanlış fikirdir. İki işdən birinin mümkünlüyü bildirilir. Ya da bağlayıcılar işlənən cümlədə bilirsiniz ki, burada iki işdən birinin mümkünlüyü görünür. Ona görə 11-də doğru cavabımız B variantıdır. Biri səbəbi, biri nəticəni bildirir. Ya təbii ki, yanlışdır. Fikirlər qarşılaşdırılır. Burada qarşılaşdırma yoxdur. Ardıcıl da baş vermir. Ona görə 11-ci sualda doğru cavabımız B variantı. 12-ci sual. Hansı cümlədə feili sifət zərflik vəzifəsindədir? Mən onu feili sifət bilirsiniz ki, onun sintaktik vəzifəsi təyin olmaqda əsasən, amma digər cümlə özləri də ola bilər. Onun feili sifət kimi bir istisnası var idi. İndi burada həmin variantı soruşur. Mən onu həmişə işini vicdanla yerinə yetirən tanımışam. Feili sifətin şəkilləri hansılar idi? Mışdığı, an, acıqası, malı şəkilləri. An, yetirən tanımışam. İndi gəlin buna sual verək. Mən tanımışam. Mən onu necə tanımışam? İşini həmişə vicdanla yerinə yetirən. Bunlar hamısı feili sifət tərkibidir. Feili sifət tərkibi feilə aiddir. Burada tanımışam feilinə aiddir. Necə sualına cavab verir? Ona görə feili sifət burada zərflik vəzifəsindədir. Gəlin yerdəki qalanlara da baxaq, B-yə də baxaq. Uşağı bərk qorxduğundan narahat olan ana onu həkimə apardı. Narahat olan ana. Burada ana sözünə aiddir. Ona görə bu təyin vəzifəsindədir. Zərflik deyil. Etdiklərimiz edəcəklərimizin göstəricisidir. Edəcəklərimizin göstəricisidir. Nə? Etdiklərimiz burada mübtəda vəzifəsindədir. Qəlbimdə hələ deyilməmiş çox söz var. Var nə? Söz. Hansı sözlər? Deyilməmiş sözlər. O bu xəbəri eşidər eşitməz Armaz da burada feili bağlamadır. Evə doğru qaçdı. Armaz burada feili bağlamadır. Yəni ümumiyyətlə feili sifət yoxdur. 12-də doğru cavabımız A variantı. 13-cü suala baxırıq. Hansı cümlədə əvəzliklə omonim olan ədat işlənmişdir? A variantı. Otların hamısı, hətta burada bağlayıcıdır. Tikanlı boz qanqallar da çiçək açmışdı. Deməli, əvəzliklə omonim olan ədat. Adamın hətta əvəzliyi yoxdur. Adamın bir sözü, bir özü. Burada bir əvəzliyi yoxdur. Mən belə sənə inanmaqda tərəddüd edirəm. Burada belə ədatdır. Mən belə sənə inanmaqda tərəddüd edirəm. Belə ədatdır, amma işarə əvəzliyinin omonimliyi var. Ona görə 13-də doğru cavabımız C variantı. Böyüklərə nə dava ilə, böyüklərlə nə dava ilə, nə də zarafat. Nə də bağlayıcıdır, nə də bağlayıcıdır, bəli. Y variantı Günəş sistemi kainatın bir hissəsidir. Kainatın bir hissəsi burada bir. Bunun əvəzliklə omonimliyi yoxdur. Ona görə 13-də doğru cavabımız C variantı. 14-cü suala baxırıq. Hansı cümlədə tərkibində yalnız əsas nitqisləri işlənmişdir? A variantı. Bu xəbərdarlığı eşidəndə
Hamı səsini kəsdi və burada və köməkçilik hissəsində bağlayıcıdır. B-yə baxırıq. Hələ aprel sona çatmamış bu çalçayan, çəpərsiz kəndin həyətləri, xırman yerləri hətta bağlayıcıdır. Evlərin damları da bağlayıcıdır. İşlənib burada da B variantda getdi. C-yə baxırıq. Düşüncələr bir burulğan kimi qoşmadı. Zərnigar xanım oğlunun əlindən yapışıb çəkə-çəkə ağdaşdan tikilmiş imarətə apardı. Burada ümumiyyətlə köməkçi nitqləri yoxdur. Hamısı əsas nitq hissəsi olduğu üçün 14-də doğru cavabımız D variantı. Y-yə də baxaq. O da burada da bağlayıcıdır. Ona görə Y variantı da gedir. 15-ci sual. Hansı cərgədə həm qeyri-müəyyən, həm də təyin əvəzlik verilmişdir? Qeyri-müəyyən təyin əvəzlik. Hamı qeyri-müəyyən əvəzlikdir. Heç nə də qeyri-müəyyən əvəzlikdir. Belə işarə əvəzliyidir, öz təyin əvəzlikdir. Kim sual əvəzliyidir. Hər təyin əvəzlikdir. Hər şey qeyri-müəyyən əvəzlikdir. Bütün təyin əvəzlikdir. Deməli, hər şey qeyri-müəyyən, bütün təyin əvəzlik. Doğru cavabımız D variantı. O, həm şəxs əvəzliyi, həm işarə əvəzliyi, bizdə şəxs əvəzliyi. 15-də doğru cavabımız D. 16-cı sual. Tabisi mürəkkəb cümlənin tərkib hissələri arasında məna əlaqələrini nəzərə alaraq yanlış əlaqələndirməni müəyyən edin. Hadisələr eyni anda baş verir. Deməli, zaman əlaqəsi soruşur. Gecə də keçir, otaq da soyur. Burada gecənin keçməyi ilə otağın soyumağı eyni anda baş verir. Amma bunun qarşısında yanlış yazıb. Əslində doğru olmalıydı. Elə doğru cavabımız A variantıdır. 2. Gəlin o biri variantlara da baxaq, B-yə baxaq. 2 işdən birinin mümkünlüyü bildirilir. Tapşırıqları ya yerinə yetirəcəksən, ya da bu barədə valideynlərinə xəbər verəcəyəm. Ya da bu doğrudur. Qarşısına doğru yazıb, ona görə bunu götürmürük. C. Biri hadisənin səbəbi, digəri nəticəsini bildirir. Bu zaman gecə yaxınlaşır, sanki hər tərəfdən, hətta göydən belə qaranlıq axıb gəlirdi. Burada səbəbi, nəticəni qarşısına da yanlış yazıb, ona görə bu da yanlışdır. Fikirlər D variantı ilə qarşılaşdırılır. Gözüm yaşardı, lakin özümü sındırmamaq üçün gülümsədim. Burada düzdür, fikirlər qarşılaşdırılır. Qarşısına da doğru yazdığı üçün doğrudur. Ardıcıl baş verənlər sadalanır. Ağamalının nə nitqi qurumuşdur, nə də dili ağzı bağlanmışdır. Burada yanlışdır. Nəyə görə? Burada yanlış yazılıb düzdür. Niyə görə? Çünki bu eyni zamanda baş verən hadisələr sadalanır. 16-da doğru cavabımız A variantı. 17-ci suala baxaq. Hansı fikrin əvvəlinə bütün sözünü əlavə etmək mümkündür? A variantı. Bütün zərflər yalnız hərəkətə aid olur. Bu yanlış fikirdir. Nəyə görə? Çünki zərflər ismə də aid ola bilər. Məsələn, yuxarı mərtəbə. B variantı. Bütün cümlə üzvləri quruluşca sadə və mürəkkəb ola bilər. Bu doğrudur. Niyə? Çünki cümlə üzvləri nitq hissələri ilə ifadə olunursa sadə, söz birləşmələri ilə ifadə olunanda isə mürəkkəb olur. Yəni, bu da bütün cümlə üzvlərinə aiddir. Ona görə B variantı doğrudur. C-yə baxaq. Nitq hissələri cümlə üzvü vəzifəsində işlənir. Bu nəyə görə yanlışdır? Burada nitq hissələri sözün ümumi şəkildə qoyub. Yəni, bizə burada demir, əsas nitq hissələri cümlə üzvü vəzifəsində işlənir desəydi, onda bu doğrulardır. Burada nitq hissələri sözün ümumi şəkildə qoyduğuna görə, deməli, burada həm əsas, həm köməkçi nitq hissələrini soruşur. Köməkçi nitq hissələri də cümlə üzvü vəzifəsində işlənmir. Ona görə yanlışdır. D variantı, mürəkkəb sözlər iki sözün birləşməsindən yaranır. Bütün mürəkkəb sözlər iki sözdən yaranmır. Məsələn, üç sözdən də yarana bilər. Əli yüyən sözündə üç sözün birləşməsindən yaranıb. E variantı, bağlayıcılar mürəkkəb cümlənin tərəfləri arasında işlənir. Bütün bağlayıcılar. Elə bağlayıcılar var ki, bu nəyə görə yanlışdır? Məsələn, elə bağlayıcılar var ki, bu mürəkkəb cümlənin tərəflərini bağlamır. İlə bağlayıcısı kimi. 18-ci sual. Uyğunluğu müəyyən edin. Sadə cümlə, mürəkkəb cümlə. Baxmaq ayrı, görmək tam ayrı. Ayrıdır nə baxmaq, ayrıdır nə görmək. Deməli, 2-yə yazırıq A, mürəkkəb cümlədir. Vüsal çox qorxsa da özünü itirmədi. Bu da mürəkkəb cümlədir. Gülyaz fikirli halda başını aşağı saldı. Həyatında baş verən bütün hadisələri nəzərdən keçirdi. Gülyaz başını aşağı saldı.
Gülyaz nəzərdən keçirdi. Bu, həmcins xəbərli sadə cümlədir. C-ni 1-ə yazırıq. O sanki mənim müəllim deyil, uşaqların dostu idi. O müəllim deyil, o uşaqların dostu idi. Sadə cümlədir, həmcins xəbərli sadə cümlədir. Bizim məhəllədə hamı Əsmər xalanın xətrini istəyirdi, çünki xeyrə şərə yarayan arvadı idi. Kim? Hamı xətrini istəyirdi, çünki o xeyrə şərə yarayan arvadı idi. Bu da mürəkkəb cümlə olduğu üçün Y-yə yazırıq. 1-ə C, D, 2-yə A, B, Y. Doğru cavabımız C variantı. 19-cu sual. Düzəltmə sifətləri müəyyən edin. Asılqan isimdir. Küsəyən. Küs sözün kökü burada ağan şəkilçisidir. Ağan, əyən şəkilçisi. 2 düzdür. Leksik şəkilçi. Ağla sözün kökü an feili sifət şəkilçisidir. Bu sifət deyil. Yorğun. Düzəltmə sifətdir. 4-ü də götürürük. 5-ə baxırıq. Sırağa günkü. Sırağa gün sadə sözdür, amma burada ki, leksik şəkilçi olduğu üçün düzəltmə sifətdir. 5-i də götürürük. Enli kürək, bu mürəkkəb sifətdir. Ona görə bunu götürmürük. Bizdən düzəltmə sifəti istəyir. 2, 4, 5. 19-cu sualda doğru cavabımız B variantı. 20-ci sual. Variantlardan birində numarativ söz kəmiyyət fərqi əmələ gətirməmişdir. Bir qoyun, bir sürü qoyun. Bu əşyanın sayında fərq yaranır. Gül, 3 dəstə gül deyəndə bu da fərq yaradır. Cüt, 2 cüt inək yenə fərq yaradıb. 5 nəfər fəhlə. Fəhlə, 5 nəfər fəhlə burada kəmiyyət fərqi yaratmayıb. Bir qutu şokolad burada kəmiyyət fərqi yaradıb. Deməli, 20-də doğru cavabımız D variantı. 21-ci sual. Sözlərlə bağlı müqayisə cədvəlindəki doğru fikirləri müəyyən edin. Sıxılmaq, sıxlaşanda. Gəlin sözləri tərkibinə görə təhlil edirik. Sıx feildir. Sıxılmaq feildən feil düzəlib. Maq-dakı məzdər şəkilçisidir. Sıx sifəti, sıxlaş feil, anda feili bağlama şəkilçisi. Baxaq bir-bir. Qayıdış növdə işlənə bilən feildir. Sıxılmaq sözü məsələn, ürəyim sıxıldı deyəndə qayıdış növdədir. Paltar sıxıldı deyəndə məchul növdədir. Qayıdış növdə işlənə bilir. Bəli, bir düzdür. 2-yə baxırıq. Sifətdən düzəlmişdir. Mən burada qeyd elədim. Bu feildən düzəlib. 2 yanlışdır. Kökü feillə omonimdir. Sıx sifətinin, bəli, kökü feillə, sıx feilinin omonimdir. 3 doğrudur. Rusca sadə sözdür. Burada leksik şəkilçiləri olduğuna görə sadə söz deyil, düzəltmə sözdür. Tərkib əmələ gətirə bilir. Tərkib əmələ gətirə bilir. Maq bir də anda məstərlə feili bağlama şəkilçisi. Bunlar təsriflənməyən feillərdir. Təsriflənməyən feillərdir. Tərkib əmələ gətirir. Yerləşmə yeri də doğru olduğu üçün 5-də düzdür. Məlum növdə olan feildir. Sıxlaşanda məlum növdə olan feildir. Sıxılmaq da bayaq dedik ki, qayıdış növdə də işlənə bilər, məchul növdə də. Yanlış olduğu yanlışdır. Deməli, 21-də doğru cavabımız 1, 3, 5 A variantı. 22-yə baxırıq. Səhv yazılmış sözü müəyyən edin. Unikulyor, bu doğrudur. İflic, burada C ilə olmalıydı. Yanlış cavabdır. Heyif silənmək doğrudur. Göytəhər doğrudur. Kəfgir. Dilimizdə kəfgirlə də olan variantı var. K ilə də olan variantı var. Bunlar müxtəlif leksik mənaları ifadə edir. Ona görə C ilə yazsa da düzdür, K ilə yazsa da düzdür. Bizdən də səhvi soruşur. Burada iflic sözündə bu C ilə olmalıydı. 22-də doğru cavabımız B variantı. 23-cü suala baxırıq. Hansı fikir düzgündür? 1. Məncə, zənnimcə tipli modal sözlər quruluşca düzəltmə hesab olunur. Modal sözlər sadə mürəkkəb olur, düzəltmə ola bilmir. Yanlış fikirdir. Hərgah iki sözün birləşməsindən yaranan şərt bağlayıcıdır, bu doğrudur.
Sən çıxdın qarşıma duzla, çörəklə cümləsində həm qoşma, həm də bağlayıcı işləmişdir. Burada yanlışdır. Nəyə görə? Duzla, çörəklə sadalama intonasiyası var. Sadalanıb, bunda olur qoşma. Bağlayıcı yoxdur burada. Bircə dəfə qardaşını özünlə apar cümləsində həm qoşma, həm də qüvvətləndirici ədat işləmişdir. Burada bir, burada ca qüvvətləndirici ədatdır. Özün ilə qoşmadır. Deməli, həm qoşma var, həm ədat var. Doğru cavabımız 2 və 4. 24-cü suala baxaq. Qrammatik əsası səhv göstərilən cümlələri müəyyən edin. 1. Bazarda xeyli adam var idi. Var idi kim? Adam. Nə qədər adam? Xeyli. Burada bir götürdüyü üçün bu yanlışdır. Biri götürürük. Çox oxuyan çox bilər. Bilmək sözü, bilirsiniz ki, ol, et, elə, bil, qıl feilləri, köməkçi feilləri özündən əvvəlki sözlə bir işlənir, mürəkkəb feil yaradır. Amma bunların bəzi istisnaları var idi. Bu sözlərdən bilmək sözü də ona aiddir. Bəzən müstəqil feil kimi işlənə bilir. Bu nə zaman baş verir? Əgər bilmək sözü müəyyən etmək, müəyyən məlumatı olmaq, əlində müəyyən məlumatı olmaq, məlumat əldə etmək, bilmək mənasında, öyrənmək mənasında verirsə, bu zaman o müstəqil feil kimi işlənir. Gəlin görək burada bilmək feilində hansında həmin vəziyyətdir. Çox oxuyan çox bilər. Çox oxuyan, yəni əlində çox məlumatı olar. Öyrənər, bilər, öyrənmək mənasındadır. Ona görə bilmək burada müstəqil feildir. Çox oxuyanda feili sifətlə bir yerdə olduğu üçün bu doğru götürülür. 3. Gənc ayağa qalxıb Rüstəmzalla höcətləşməyə başlayır. Başlayır kim? Gənc. Bu da doğrudur. Mən Rüstəmzalın işlətdiyi bütün fəndləri bilirəm. Bütün fəndləri bilirəm, yəni mən onlar haqqında məlumatım var. Burada da məlumatı olmaq, öyrənmək, bilmək mənasında olduğu üçün düzdür. Kim bilir? Mən. Bu da doğrudur. Sənin mənə öyrətdiyin 39 fəndin içərisində beləsi yoxdur. Yoxdur, predikativ sözdən ifadə olunmuş xəbərdir, ismi xəbərdir. Yoxdur, nə? Beləsi. Burada da qrammatik əsaslar doğrudur. Doğru cavabımız burada yalnız 1-dir. Iyirmi 5-ci sual. Yiyəlik halda olan sözləri müəyyən edin. Qonşumuzun oğlunun üstündə rəqəmlər yazıb həm rəqəmləri qeyd edəcəyik. Qonşumuz, ımız mənsubiyyət, un yiyəlik. Deməli 1. Oğlu, u mənsubiyyət, oğlunun 2 yiyəlik. Toyuna yönlük haldadır. Qəsəbə sakinləri. Qəsəbə qeyri-müəyyən yiyəlik haldadır. 4. Sakinlərinin. Bu da yiyəlik 5. Uşaqları da gəlmişdir. Deməli 1, 2, 4, 5. Qonşumuzun oğlunun qəsəbə sakinləri. 1, 2, 4, 5, 25-dən. 26-cı sual. Evimizdəkilər babamın sözlərinə çox təəccübləndilər. Nümunəsinə əsasən klaster tamamlaya bilən fikirləri müəyyən edin. Əvvəlcə gəlin kök şəkilçiyə ayıraq. Ev sözün kökü, ımız mənsubiyyət, dəki sifət düzəldən leksik şəkilçi, lərdəki cəm şəkilçisi. Fərqləndirilmiş söz cəm şəkilçisi qəbul edib, bu doğrudur. Düzəltmək sifətdir, daki şəkilçisi var. Düzəltmək sifətdir, 1 doğrudur. Hansı sualına cavab verir? Bu cümlədə sifət isimləşdiyi üçün hansı sualına cavab vermir? İsiminin sualına cavab verir. 2 yanlışdır. Tərkibində 2 qrammatik şəkilçi işlənmişdir. Imız və lar düzdür. İsmi xüsusiyyətlərini daşıyır. Bayaq dedik ki, sifət isimləşib burada. Doğrudur. Adlı xallı isimdir. İsim deyil, sifətdir. Doğru cavab 1, 3. 26-cı sualda. İsmi xüsusiyyətlərini daşıyır. Bu doğrudur axı, bayaq dedim. 1, 3, 4. İsmi xüsusiyyətlərini daşıyır. Iyirmi 7-ci sual. Uyğunluğu müəyyən edin. Defslə yazılan mürəkkəb sözdür, biçik yazılan mürəkkəb sözdür. Kağız kağuz defslə yazılır. Mürəkkəb sözdür. O gün ayrı yazılır. Ürəyi açıq biçik yazılır. Sui istifadə defslə yazılır. Toz soran biçik yazılır.
1'ə AD, 2'ə CY. 28-ci sual. Burada qısa mətn verib, mətn daxili suallarımız var. Dərviş və pul. Mətn qısa olduğu üçün oxuyuram. Bir gün bir padşah bir vəzirə bir qədər pul verir və şəhərdə nə qədər dərviş varsa onları paylamağa tapşırır. Vəzir bir neçə dərvişin yanına gedir, ancaq axırda pulu aldığı kimi padşaha qaytarır. Padşah, bəs pulu nə üçün paylamadın, deyə soruşur. Vəzir, padşahım, bu pulu verməyə dərviş tapmadım, deyə cavab verir. Padşah, burada verir sözün qara hərfinə yazılıb, ona görə burada diqqətli olaq, buna aid sualımız olacaq. Padşah, axı bu necə ola bilər? Şəhərdə yüzlərlə dərviş var, deyir. Vəzir isə ona bu mənalı cavabı verir. Padşahım, dərvişlər pulu qəbul etmədilər. Pulu qəbul edənlər isə dərviş deyildilər. 28-ci sual. Tünd rənglə verilmiş sözə əsasən cədvəli doldurun. Tünd rənglə verilmiş söz verir sözüdür. Həqiqi mənada işlənmişdir, məcazi mənada işlənmişdir. Digər mənada həqiqi isə məcazi, məcazi isə həqiqi mənada cümlədə işlədin. Burada cavab vermək, cavab sözü mücərrəd mənalı isim olduğu üçün vermək məcazidir. Ona görə məcazi mənalı qeyd edirik. Həqiqi mənaya çevirəndə deyərəm ki, məsələn, o mənə kitab, məsələn, verdi və yaxud verir və s. Hansı bir cümləni istəsəz, həqiqi mənada verir sözünü işlədə bilərsiniz. 29-cu sual. Mətndə fərqləndirilmiş son cümlədə vəzirin dediyi sözlərdən hansı nəticəyə gəlmək olar? Padşahım, dərvişlər pulu qəbul etmədilər. Pulu qəbul edənlər isə dərviş deyildilər. Buradan bu nəticəyə gəlmək olar. Yəni, əsl dərvişlər pulu qəbul etməyənlər. Buradan bu nəticəyə gəlmək olar. Pulu qəbul etməyənlər əsl dərviş idilər. Deməli, əsl dərvişlər onlar üçün dünya malı önəmli deyil. Dünya malı önəmli olmadığı üçün, pul önəmli olmadığı üçün, deməli, pulu qəbul etməyənlər əsl dərvişlər imiş. Pulu qəbul edənlər isə ümumiyyətlə dərviş deyirlər. Özlərini dərviş kimi qəlmə versələr də dərviş deyirlər. Bu şəkildə yaza bilərsiniz. Pulu qəbul etməyənlər əsl dərviş idilər. Çünki həqiqi dərvişlər dünya malına önəm verirlər. Verirlər, yox, vermirlər. Çünki əslində həqiqi dərvişlər dünya malına önəm vermirlər. Yəni, gerisini bu şəkildə yaza bilərsiniz. 30-cu sual. Mətni əsasən cədvəli doldurun. Məqsəd, nəticə. Məqsəd nə idi? Məqsəd həqiqi dərvişləri, yalançı dərvişlərdən məqsəd şəhərdəki dərvişlərə pul paylamaq idi. Məqsəd şəhərdəki dərvişlərə pul paylamaq idi. Nəticədə nə baş verdi? Həqiqi dərvişlərlə yalançı dərvişlər müəyyən oldu. Burada onu yazın ki, həqiqi dərvişlərlə yalançı dərvişlər müəyyən olundu. Bayaq dediyimiz kimi 29-cu sualda pul götürənlər yalançı dərvişlər imiş. Həqiqi dərvişlər isə pulu qəbul etmədilər. Belə suallarımızın izahı bura kimi. Növbəti videoda bunun ədəbiyyat suallarının da izahını paylaşacağım. Sağ olun.